Gəlin 18-ci suala baxaq. Maraqlı sualdır. Tənliyin ən böyük müsbət kökünü istəyir. Ümumiyyətlə bu suallar bloka və ya deməli olimpiyadaya gələ biləcək suallardır. Çox asan deyil. Burada gəlin uşaqlar kvadratları bir yığaq, x-lar da bir yığaq. Olur necə? Deməli 4x kvadratı, başqa nə var bizdə? Üstə gəl 4 bölünsün x kvadratı, x-lar da bir yığaq. Üstə gəl 12x üstə gələk. 12 bölünsün x. Bərabərdir 47. Buradan 4-ü ortaq vuruq çıxardaq. Qalır 4. Çıxaranda x kvadratı üstə gəl. 1 bölək x kvadratı. Buradan ikincidən 12-ni çıxardaq. X üstə gəl. 1 bölünsün. Deməli x bərabərdir 47. Burada neyini uşaqlar? Görürük, baxırıq, bax bu düsturdur. A kvadrat üstə gəl b kvadratın düsturunu açırdıq. A üstə gəl b-nin kvadratı minus 2ab kimi. Bu şəkildə açacağım. Yazıram 4 vuraq. 4 qarşıda qalsın, bizi çaşdırmasın. X üstə gəl. 1 bölək x-in kvadratı minus 2ab yazan zaman x-lar gedir. 2 qalır. Amma bu qarşıya 4-ü də vurmalıyam da. 4 çünki tam onun qarşısındadır. Üstə gələk. Digər tərəf olduğu kimi qalır. Bərabərdir 47. Sonra burada nə edirik? Deməli, bura bir t deyirəm. Çünki hər ikisi eynidir, görürsünüz uşaqlar. Bir t deyəcəm, olacaq nə? 4t kvadratı üstə gəl 12t 47-ni də digər tərəfə keçirəndə 8-dən toplanılır, mənfi 55 eləyir. Bu da bərabərdir 0. Kvadrat tənliyi alındı mı? Gəlin bunu həll eləyək. Bura t yazaq. Deməli, 4-ü parçalayıb 4t də yaza bilərəm. 2 də yaza bilərəm. 2 mənə əl verəcək. 55 də 5 vuraq 11 yazaram. 12 biraz kiçiyə də olduğu üçün kiçik yazmağa çalışıram. 5, 11. Deməli, biri mənfi olmalıdır. Kökümüz də mənfi 12 olduğu üçün biyyətə görə biz deməli, bura mənfi yazaq ki, bəli, bura mənfi yazaq ki, uşaqlar əks işarədən alınsın. Deməli, mənfi 12-ni 2t'yə vuranda mənfi 22t. Çarpaz 5-də 2-yə vuranda eləyir 10t. Bu mənə nəyi verdi? Mənfi 12t-ni. Bəli, bu zaman mənim köklərim nə olacaq? T1 bərabərdir. Mənfi 11 bölək 2. 11 bölək 2. 1 də T2 nəyə bərabərdir? 5 bölək 2. Deməli, sualın şərtində deyir ki, tənliyin ən böyük müsbət kökünü tap. Ona görə mənfi mənə lazım deyil. Müsbətdən işləyirəm. Müsbətdən davam edirəm. Deməli, nə edirəm? Mən demişdim x üstə gəl. 1 bölünsün x-a. T demişdim. Onu da 2-də 5-ə bərabər eləyirəm. Ümumiyyətlə, bu 2-də 5-ə bərabərdirsə, bunu biz hər tərəfi x-a vurub kvadrat tənlik formasında da yaza bilərik. Amma bu tip misalların cavabı düzgün olmayan kəsirdirsə, bunu çevirin. 2 tam 2-də